Moskvada 3 otaqlı ev almışam. Allah hamıya qismət etsin. Evimdə mahnı oxuya bilmirəm. Qonşular qapını döyür ki, sakit olun. Başa düşmürlər oxumağımı. Axşam az xəbər verir ki, bu sözləri müğənni Fədaya Laçın canlı yayımda olarkən deyib. Sənətçi Rusiyada ev alması haqda sualları təsdiqləyib. Oğlu əlhəmdən danışan ifaçı, övladınızı niyə evləndirmirsiniz sualına belə cavab verib. Evlənməyi oğluma buraxmışam. Elə bir anayam ki, istəyirəm oğlum seçsin, sevsin, mən də hə deyim. Kimi sevsə onu da alacağam. Oğluma deyirəm, qocaldın evlənmədin, amma yaxşı edir. Ağıllıdır, özü bilir nə edir. O, övladının şeirlərinə müğənnilərin mahnı oxuması istəyinə, oğlum qəzəllər yazır, Füzuli kimi yazır, Nəsimi kimi yazmır ki, ona da mahnı oxusunlar. Afət Fərman qızının İmadəddin Nəsiminin sözlərini oxuduğu mahnını oxuyur. Elə oxumasalar yaxşıdır, reaksiyasını verib. Fədaya Laçın heç vaxt stilistlər işləmədiyini deyib. Stilistim olmayıb, olsaydı hamı kimi zövlü geyinib çıxardım ortalığa. Mənə necə xoşdur, elə də geyinirəm. Əsas sənətdir. Stilistlərlə işləyə bilmirəm. Onlar deyir, hamı kimi ol, saçını hamı kimi yığ, dodağını şişirt, burnunu kəstir, qaşını qaldır.